Salam, hər vaxtınız xeyir olsun, əziz izləyicilər. Biologiya 8-ci sinif 2.1 mövzusunu davam edirik. Mövzu bitki orqanizminin və qazlar mübadiləsi bölməsidir. Burada açıqsızdan artıq bəlli olur ki, meristem, parenxim, örtük, toxuma, mexaniki toxuma, ötürücü toxuma nədən bəhs etdiyi artıq bəllidir. Yəni bugün biz bitki orqanları haqqında məlumat verəcəyik, bitki orqanlarının funksiyaları haqqında məlumat verəcəyik. Gəlin əvvəlcə biraz məlumatla tanışalım. Çiçəkli bitkilərin əksəriyyətinin yarpaqları, gövdələri və kökləri var. Bu orqanların birgə işi nəticəsində bitki canlı qalır və böyüyür. Bitkilərin orqanları ölçü və forması ilə fərqlənən müəyyən funksiyalar yerinə yetirən müxtəlif növ hüceyrələrdən ibarətdir. Bəli, buna toxumun tərifi kimi versək deyə bilərik ki, yəni mənşəyinə, quruluşuna və funksiyasına görə eyni olan hüceyrələr və hüceyrəarası maddələr qrupuna toxuma deyilir. Buna belə bir tərif də vermək olar. Yəni toxumaya belə bir tərif də vermək olar. Davam edək. Bitki orqanları müxtəlif toxumlardan təşkil olunmuşdur. Bəli. Adətən bitki toxumları mənşəyinə və bitki orqanizminə yetirdiyi əsas funksiyalara görə qruplaşdırılır. Bayaq dediyim kimi tərif verdim artıq. Mənşəyinə görə bitki toxumları törədici və daimi olur. Bəli. Toxumalar törədici və daimi olmaqla iki qrupa bölünür. Törədici toxuma daim canlı hüceyrələrdir ki, bunlar daima bölünür, çoxalır, yeni başqa hüceyrələrə başlanğıc verir. Daimi toxumalar isə bundan fərqli olaraq bunların tərkibində canlı hüceyrə ola bilər, olmaya da bilər. Bunların hər biri haqqında əlavə olaraq məlumat verəcəyik. Növbəti hissəyə keçək. Fəaliyyət hissədə burada deyək ki, bitkilərin hüceyrələrin öz funksiyalarını yerinə yetirmək üçün necə ixtisaslaşdığını təsvir etmək üçün cədvəl tamamlayın. Fikir versək görərsiniz ki, burada məsələn bu hissədə müəyyən bir hüceyrə verilir. Bu hüceyrəni görürsən ki, ətraf mühitlə əlaqəsi, müəyyən bir çıxıntılı əlaqəsi var. Yəni buradan hüceyrəyə müəyyən maddələr, su və ya mineral duzlar mı deyək, hər hansı bir maddə mi deyək, daxil olur. Mühüm xüsusiyyətləri odur ki, hüceyrənin funksiyası budur. Mühüm xüsusiyyətləri odur ki, təkdir. Hər biri uzun, sol hüceyrələrdən ibarətdir. Çıxıntıları var və s. Digər şəkildəki, yəni bu şəkildəki olan hissə, burada lap yaxından baxsaq görərik ki, yarpağın yaşıl rəngdə olduğu üçün yarpağın ləfli hissəsidir. Çoxlu xloroplastlar var. Yəni xloroplastlar var. Burada artıq fotosintez prosesi gedir. Mühüm xüsusiyyətlər ondan ibarətdir ki, burada çoxlu xüsusiyyətlər var. Funksiyası ondan ibarətdir ki, burada dediyim kimi fotosintez prosesi gedir, üzüm maddə hazırlayırlar və s. Davam edirik. Növbəti hüceyrəyə baxdım, görürəm ki, uzun silindrik formalı hüceyrədir. Borucuqlardan təşkil olunmuş hüceyrədir. Funksiyası maddələrin daşınması, su və mineral duzlar daşınması, mühüm xüsusiyyətləri dediyim kimi borucuqlardan təşkil olunmuşdur. Əsasında sklema borularına təşkil olunmuşdur, oyuncaq borularına təşkil olunmuşdur. Bu şəkildə olan hissə isə, bu hissə yarpağın ağıcığıdır ki, ağıcıqlar bitkidən suyun buxarlanması, eyni zamanda tənəffüs etməsinin mühüm rol oynayır. Mühüm xüsusiyyətdən ibarətdir ki, ağıcıq yarığı özü iki qapayıcı hüceyrədən ibarətdir. Hər bir qapayıcının da ki, paxla formalı olub, yarpağa və yaxud da ki, bitkiyə lazım olduğu qədər suyun buxarlanmasını və yaxud da ki, maddənin arası qazların daxil olmasına mühüm rol oynayır. Qapayıcı hüceyrələr bağlandıqda, sıxıldıqda bunların orada həmin hissədən, yəni ki, suyun buxarlanması dayanır. Açıq olduqda isə, istifadə açıq olduqda isə həmin hissədə suyun buxarlanması həyata keçirilir. Davam edirik. Başlayaq törədici toxumadan danışmağa. Törədici toxumanın digər adı meristem toxumadır ki, bu toxuma bayaq dediyim kimi daim bölünərək yeni hüceyrələr əmələ gətirir. Buna da meristem hüceyrələri kiçik olur. Kiçik, nazik qlaflı olur. Çünki tez-tez bölünmüş olub bildiklərinə görə kiçik və nazik qlaflı olur. Sitoplazmaları çox olur. İri nüvəyə malik olurlar. Adətən vakuolları bunların olmur. Və hüceyrəsi boşluqları olur. Çünki hüceyrəsi boşluq olmasa, həmin hissədə
qazlar olmadığına görə, qazlar daxil olmadığına görə həmin hüceyrələr tənəffüs etmədiyi üçün məhv ola bilər. Bu hüceyrələrdə maddələrin maddəsi daimi sürətli olur. Tez-tez bölünüb çoxaldığına görə sürətli olur. Yaranan hüceyrələrin bir ismi meristem Yunanca, yəni meristoz bölünən deməkdir. Həmişə bölünən vəziyyətdə qalırlar. Çünki müəyyən qismi digər toxuma orqanlarına başlanğıc verdiyinə görə müəyyən bir qismi isə yəni daima bölünüb çoxalan hüceyrə olduğuna görə bölünən vəziyyətdə qalırlar. Həmin o bölünən vəziyyətdə qalan hüceyrələr deyirlər meristem Yunanca meristos deməkdir. Bu hüceyrələr, yəni meristem hüceyrələr daima bölünüb çoxaldığına görə, yəni daima yeni başqa digər hüceyrələr başlanğıc verdiklərinə görə bunlara bölünən hüceyrələr deyirlər. Davam edilmək istəyən hüceyrələrin kökün ucunda, gövdədə, taxılların boğmalarında, taxılların boğmaları aralarında həmçinin interkalyar boğumlar deyirlər. Çünki bu hissədə daha çox hissə ilə bölünür. Taxıllar gövdəsi daha çox bu hissə ilə bölünürlər. Kökün uc hissəsində olurlar və s. Məsələn, zoğun uc hissəsində tomurcuqda yerləşirlər. Toxuma hüceyrələri tomurcuğun gerisi ilə qorunur. Kökdə isə kök üstü ilə örtülür və s. Keçək növbəti toxumalara, daimi toxumalar. Daimi toxumalar da türəcə toxumadan inkişaf edən əmələ gəlirlər. Bunlar yaşlaşdıqca, yəni belə deyək də, əmələ gəldikcə, yaşlaşdıqca digər toxumalar, yəni daimi toxumalara əvəz olurlar. Böyüyürlər, stopazması kiçilir, nüvələri hüceyrənin kənarına itələnir. Toxuma təşkil edən hüceyrələr arasında boşluqlar yaranır. Quruluşuna və funksiyasına görə daimi toxumalar örtü, parenxim, mexaniki, ötürücü, ifrazat toxumalarına bölünür. Bəli, örtü toxuması, mexaniki toxuma, parenxim toxuma, ötürücü toxuma, ifrazat toxumalar kimi bölünür. Parenxim toxuma buna digər adı əsas toxumadır ki, canlı hüceyrələrlə həmişə əhatə olunur, canlı hüceyrədən ibarət olur. Sitoplazması zəngin olur, kiçik və az sayda vakuolu olan nazik qılaflı hüceyrədən təşkil olunmuşdur. Bitkilərdəki digər toxumaların arasını dolduraraq onların bir-biri ilə əlaqəsini təmin edir. Bəli, tutalım ki, A toxuması ilə B toxuması arasında əlavə parenxim toxuması var ki, bu toxuma A və B toxuması arasında müəyyən əlaqəni təmin edir və həmçinin onların arasındakı boşluqları doldurur. Bitkilərin bütün orqanlarının strukturlarında, məsələn, yarpaq qatında, gövdənin özək və yaşıl qabıq qatında, kökün qabıq hissəsində və meyvə köklərdə olur. Parenxim hüceyrələri yerləşdikləri yerdən asılı olaraq müxtəlif funksiya yerinə yetirir. Məsələn, xloroplastlara zəngin olan fotosintezci parenxim hüceyrələri fotosintez və qazlar mübadiləsini həyata keçirir. Bəli, tamamilə doğru. Hüceyrə şirəsi ilə dolu vakuollara malik özək və kökün qabıq parenximasından ehtiyat qida maddələri toplanır. Göründüyü kimi, fotosintezci hüceyrələr fotosintezi həyata keçirir, amma ehtiyat qida toplayan hər iki hüceyrələr isə ehtiyat qida toplama funksiyasını icra edirlər. Misal üçün, meyvə köklərdə və s. PH hüceyrələri adlanan parenxim hüceyrələr fotosintez məhsullarını və digər qida məhsullarına daşınması zamanı sıx əlaqəli olduqları floema və borlarına yoldaşlıq edir. Bu nə deməkdir? Bu o deməkdir ki, yarpaqlarla gələn üzüm maddələr bu parenxim toxuması vasitəsilə, yəni hüceyrələr bir-birinə əlaqələndiyinə görə onlar bitkinin digər orqanlarına ötürülərək daşınmasına rol oynayır. Bu da ki, floem lifləri, yəni əlaqəli borlar vasitəsilə həyata keçirilir. Örtük toxuması bitkinin mühüm bütün səthini xaricdən əhatə edən toxumadır. Bir növ belə deyək də, toxumanın bitkinin bütünlüyü də əhatə edən, xaricdən dəri rolunu oynayan bir toxumadır. Hüceyrələri qalın qılaflı olan bu toxumanın sitoplazmasında addan xloroplast olmur. Örtük toxuması bir tərəfdən bitkinin həddindən artıq su itkisi, mexaniki və kimyəvi təsirini qoruyur. Həmçinin ətraf mühit ilə bitki arasında maddələr mübadiləsini təmin edir. Bəli, kökləri, ot bitkilərinin gövdələrinin, zoğun cavan hissələrinin yarpaqlarının bütün səthini epidermis örtür. Epidermis hüceyrəsi boşluqları olmayan bir qatlı hüceyrədən ibarət örtük toxumasıdır. Bəli, epidermis çox kiçik bir qatlı epitel, yəni bir qatlı hissədən təşkil olunmuş toxuma qrupudur ki, bu da örtük toxumasına aiddir.
Ağızlıqlar bitkidə qaz və su buxar mübadiləsini tənzimləyən strukturlardır. Bayaq dediyim kimi bu hissədə şəkildə fikir versək görərsiniz ki, ağızlıqlar açıq vəziyyətində olduqda su buxarları da oradan çıxıb, bağlı orada çıxa bilmir. Bununla bərabər həmçinin ağızlıqlar açıq olduqda hava mübadiləsi, yəni qaz mübadiləsi baş verir. Bu da hər bir ağızlıq hücrəsi 2 qapayıcı hücrədən ibarətdir. Hər qapayıcı hücrəsi də paxla formalı, yəni ortadan basıq formada paxla formalıdır. Qapandıqda bunlar birbirine yapışır. Açıq qaldıqda isə ağızlıq yarığı burada açıq olur və ağızlıq yarığından da bitkinin artıq miqdarda su oradan buxar halında kənarlaşdırılır. Həmçinin bu zaman transpirasiya hadisəsi baş verir. Transpirasiya hadisəsi zamanı bitki həddən artıq qızmaqdan qorunur. Əslində yay vaxtı isti hava günlərində proses daha çox müşahidə oluna bilər. Davam edirik. Bitki hücrələrinin xarici səthə ifraz etdikləri tutkular bitkinin su içisindən mexaniki təsirindən və parazit organizm uzunlarından qorunmasına rol oynayır. Yəni qorunmadan qoruyur. Kutikula işığın keçməsindən alan tərəfi nə deməkdir bu? Yəni bitki hücrəsinin xaricində nazik, çox nazik bir təbəqə ki var. Buna kutikula deyilir. Heyvanlarda bəzi qurtlarda da bu var. Bu kutikula orqanizmin, yəni bitki orqanizmin müxtəlif səhifələrindən, müxtəlif mikroorqanizmlərin düşməsindən, sonra həddindən artıq su içkisinin qarşılanmasından mühüm rol oynayır. Bitkinin kök epidermisində kutikula yoxdur. Kutikula quraq bölgə bitkilərində qalın, mülayim bölgə bitkilərində nazik olur. Bəli, təbii ki, quraq yerlərdə bu qalın olmalıdır. Daha çox su içkisinin qarşısını azaltsın. Amma nisbətən mülayim yerdə olanlarda isə nazik olur ki, bitki daha çox su buxarlandıra bilsin. Müəyyən qədər yəni bitki su buxarlandıra bilsin ki, transpirasiya hadisəsinin artıq suyun miqdarının həddən artıq qızmağının qarşısı alınsın. Sonra epidermisin digər hücrələrindən fərqli olaraq ağızlıq hücrələrində xloroplastlar mövcuddur və burada fotosintez baş verir. Bəli, baxın, epidermis şəffafdır. Yəni rəngsizdir. Amma burada, yəni yarpağın o üst dəriciyi ki var, üst qatı, epidermis qatı, orada ağızlıq hücrələri ki olur. Onlar yaşıl rəngli olduğu üçün, yəni bayaq dediyim kimi qapayıcı hücrələr, şəkli var burada. Qapayıcı hücrələr yaşıl rəngli olduğu üçün, burada xloroplast olduğu üçün fotosintez burada gedə bilir. Yəni kutikulanın özündə, yəni yaşıl hissəcik olmadığına, şəffaf hücrə olduğuna görə orada heç bir fotosintez prosesi baş verə bilməz. Amma qapayıcı hücrələrdə, yəni ağızlıq yarığı hücrələrinin qapayıcı hücrələrində yaşıl rəngli olduğu üçün burada xloroplast, xlorofil pigmentləri olduğuna görə burada nə baş verir? Fotosintez prosesi baş verə bilir. Sonra tükçülər bəzi epidermis hücrələri tərəfindən əmələ gələn xarici qıcıqlardır. Bunlar tək və ya çox hücrəli ola bilər. Tükçülər bitkinin ətraf mühitdən şəraitinə asılı olaraq müxtəlif bulucular funksiyaya malikdir. Funksiyasına görə örtü, ifraza yapışma və müdafiə tükləri var. Kök tükçüyü də epidermisin hücrələrinin ixtisaslaşmış uzun çıxıntısıdır. Bəli, çoxillik bitkilərin köklərində və gövdələrində epidermis mantar adlanan örtü toxuma əvəz edir. Mantar toxuması çox farklı hücrələrdən ibarətdir. Ağcıqları yoxdur. Qabıq inkişaf etdikcə mantar təbəqəsinin çatlarının içərisində ölü hücrələr xarici atmosferlə pasiv qaz mübadiləsinə imkan verən mərciməklər əmələ gəlir. Bəli, baxın, çoxillik bitkilərin, məsələn, ağac bitkilərinin gövdələrinə fikir vermirsinizsə, əgər görərsiniz ki, burada bitkinin qabığı daha möhkəm, daha çoxdur. Bu ona görədir ki, uzun müddət, yəni çoxillik bitkilərin uzun müddət üst dərici ki var, bu epidermis qalınlaşır. Qalınlaşdıqca da ölü hücrələrə çevrilir və ölü hücrəyə çevrilir, çox qatlı təbəqəyə çevrilir. Buna deyirlər mantar. Mantar özünə müəyyən maddələr oluşturulmuş bitkinin, yəni qabıq qatıdır ki, burada daha epidermis kimi qanun maddəsi baş vermir. Amma bunun əvəzində həmin hissədə çatılar əmələ gəlir. Ağız cövəsinin həmin hissəsində ümumiyyətlə bəzi hissələrində çatılar və ya da ki, xüsusi deşiklər əmələ gəlir ki, həmin o çatılarda və ya xüsusi deşiklərdə pasiv, yəni
zəif qaz mübadiləsisi baş verə bilir. Həmin hissədən orqanizminə, yəni bitki orqanizminə hava daxil və ya hava xaric ola bilir. Buna deyirlər mərciməşlər. Bu hissəyə deyirlər mərciməşlər. Keçək mexanik toxuma. Mexanik toxuma bitkiyə dayaq rolunu oynayır. Bitkinin fəzada vəziyyətini, dik qalmasını şərait yaradır. Sonra bu toxumalarından gətirdiyi liflər gövdənin oduncaq və qabıq hissəsində yarpaq və çiçək saplığında olur. Yəni əsasən də bitkiyə möhkəmlik verirsə, harda olmalı? Gövdədə, sonra yarpaqda, sonra ən çox da gövdənin qabıq hissəsində və yaxud da ki, oduncaq hissəsində bu hissələrdə mexanik toxuma olmalıdır. Örtücü toxuma bitkilərə daxil olan maddələrin sıvı mineral dozların ötürülməsindən gövdəyə və digər orqanlara ötürülüb çatdırılmasına mühüm rol oynayır. Ən çox bu hissə, yəni ötürücü toxuma hüceyrələri ölü olur. Ara kəsmələri, hüceyrələrin ara kəsmələri olmur. Bu hissədə daha çox ölü hüceyrələr qatından olduğu üçün mexanik toxuma hüceyrələrlə nisbətən olur burada. Sonra oduncaq borularında daha çox olur, sklema boruları olur. Digər hissədə isə, məsələn, gövdənin qabıq qatında isə ölü hüceyrələr daha olmur. Burada ələyə bənzər xüsusi borular olur ki, fleum lifləri olur ki, burada da maddələr daşınır. İndi bunun haqqında mən əlavə məlumat verəcəyəm. Dedik ki, sklema boruları kökdən su və suda həll olunmuş mineral maddələri yarpaqlara qədər çatdırılmasına mühüm rol oynayır. Amma flema boruları isə yarpaqda əmələ gələn üzvü maddələrin fotosintez nəticəsində, fotosintez zamanı əmələ gələn üzvü maddələr əsasında şəkər, karbohidrat bu borular vasitəsilə, yəni fleum borular və ya ələyə bənzər borular vasitəsilə köklərə doğru axıdılır və bu borularda gövdənin qabıq qatında yerləşir. Görərsiniz ki, şəkilə baxın, şəkildə də burada həmin istəyəni izah edə bilərəm. İstəyən boruların fikir verin, bu borularla oxlar istiqamətdə görürsən, sıvı mineral maddələr üzü yuxarı və bu istiqamətdə nə olur? Üzü yuxarı istiqamətdə daşınır. Təzdən çəkim. Görərsiniz ki, baxın, yəni oduncaq boruların böyüdülmüş formasıdır, mexaniki böyüdülmüş formasıdır, təsviridir bu. Bu hissədə su və mineral maddələr bu hissə ilə hərəkət edir. Ucu yuxarı istiqamətdə yarpaqlara qədər qaldırılır su. Bu da oduncaq qubran və sərhəd kimi ayrı. Bu hissədə oduncaq borularında olur. Daha doğrusu oduncaq hissədə olur. Sklem boruları. Keçək kambi. Kambi qatı. Burada artıq yəni qabıqla oduncaq arasında olan hissədir. Bu hissə yəni bu sarı rəngli olan hissə ilə yaşıl rəngli olan hissə arasında bir kambi qatı hissə verilib ki, kambi qatı daha ötürücü funksiyasını icra etmir. Amma burada tez-tez bölünüb çoxalan hüceyrələr olur ki, bir tərəfdən oduncağı, digər tərəfdən isə qabıqla, yəni fleum liflərinin əmələ gəlməsinə oynayır. Bu adilə kambi qatı şəkildə də göstərə bilir. Görürsən, burada yazıb kambi qatı. Keçək fleuma üzvü maddələrin daşınmasına rol oynayır. Göründüyü kimi yuxarıdan aşağı istiqamətində, yəni yarpaqdan gəlmiş üzvü maddələr gövdənin qabıq qatında yerləşmiş fleum lifləri ilə, fleum boruları ilə üzü yuxarıdan aşağı doğru hərəkət edir. Fleum borularının ara kəsmələr olur ki, yəni o ara kəsmələr vasitəsilə deşiklərdən üzvü maddələr axır digər boruya və beləcə bitkinin bütün orqanları vasitəsilə bütün orqanlarına çatdırılır. Yəni əmələ gəlmiş üzvü maddələr bu borular vasitəsilə, üstə yığılmış bu borular vasitəsilə bitkinin digər orqanlarına, kökünə, gövdəsinə çatdırılır. Davam edirik. Burada öyrəndiklərinizi tətbiq edin bölməsində fikir versək, kökün, gövdənin, yarpağın daxili quruluşa şəkillər verilir.
Bitki orqanlarının quruluşu oxşar və fərqli cəhətlər hansılardır? Fikirlərinizə əsaslandırın. İzah edərik bu cümlələrə bu. Deyir ki, şəkildə iki dəfəli bitki orqanlarının daxili quruluşu təsvir olunmuşdur. Rəqəmlərlə verilmiş toxumları müəyyən edin. Birdə başlayır kökün, yəni bu kökün zonaları olan hissədir ki, bölünmə zonası, sorucu zona və nəhayət ötürücü zona verməyib. Da biz bu birinci hissədə veribdir. Burada əsasən parenxim toxumu hissələri verildi. 2 də qabıqdır, daxili hissəsidir, 3-də xarici hissəsidir. Sonra 5-də əmcik tellərin çıxıntıları hüceyrələri verilibdir. 6 özək borularını göstəribdir. Sonra bu hissədə kök üstünün hüceyrələri verilibdir. Canlı hüceyrələrdir ki, burada daim tez-tez bölünüb çoxalanan hüceyrələrdir. Bölünmə zonası ilə təmin olunmuşdur. Amma bura kök üstüdür. Bu kök üstünün hüceyrələri daim tez-tez torpaqda daşlara, sonra qayalara, sərt hissələrə dəyərək zədələnir və bölünmə zonası daim bunu təzələyir. Sonra yarpağın hissələri veribdir, daxili quruluşunu veribdir. 7 rəqəmlə göstərilmiş hissə burada epidermisdir. 8 onun daxili hissəsi borucuqlar, 9 sütunvari toxuma hüceyrələrdir, 10 süngərvari toxuma hüceyrələrdir, 11 borucuqlardır, yarpaq borucuqlardır. 12, 11, 12 burada borucuqlardır. 11 yarpaq borucuqlardır. 12 isə diqqətlə fikir versək yaxından burada yaşıl hissə səhvlənməmsə var. Burada qapayıcı hüceyrələr, ən ağacıq hüceyrələri vardır. Bax, fikir versək görərsiniz. Sonra 13 isə yarpağın alt dəricidir. Alt dəricində də ki dediyi üst dəricdə olduğu kimi kutikula vardır. Gövdənin daxili qatı veribdir. 14-də fikir verin. 14 oduncaqdır, 15 özəkdir. Gövdənin daxili qatı veribdir. Göründüyü kimi bu 14 rəqəmli olan hissə gövdənin oduncaq hissəsidir. 16 rəqəmli olan hissə özəkdir. Sonra 18 olan hissə qabıq mantar hissədir. 19 olan hissə kambi qatıdır ki, bölünüb çoxala bilir burada. 20-də həmin hissədir. Görürsünüz, qabığın daha başqa cür formada olan hissəsi verilibdir. Yəni, başqa görünüşdə olan hissəsi verib qabıqdır. Mantarlaşmış qabıqdır. 21-də isə daha burada daxili qatdır. Qabığın daxili qatıdır. Sonra özək şüaları görürsünüz ki, bu özək şüalarıdır. Özək şüaları özəkdən daha qabağa qədər gəlir. Onlara qədər bütün o qatları qidalandırmaq üçün rol oynayır. Davam edirik. Burada öyrəncilərin tətbiq edin bölməsində bəzi suallara baxaq. Bitki, daha doğrusu öyrəndiklərinizi yoxlayın. Bitki orqanları arasında maddələr necə daşınır? Sual verir. Bitki orqanları arasında maddələr, yəni əsasən də bayaq dediyi kimi ksilem və fleem boruları vasitəsilə daşınır. Ksilem boruları ilə suda həll olunmuş mineral maddələr daşınır. Fleem boruları vasitəsilə yarpaqdan gəlmiş üzlü maddələr daşınır. Bundan əlavə bəzi, yəni hüceyrəsi maddələr qrupu ki var, yəni parenxim toxuma. Bu parenxim toxuma maddələrin, yəni bir hüceyrədən başqa hüceyrələrə əlaqələnməsinə rol verir. Sonra 2. Ağızların gövdəsinin en kəsini bir-birinə bağlı çoxlu sayda halqalar olur. Bu halqaların bitkinin yaşı ilə əlaqəsi varmı? Təbii ki var. Çünki ildə bir dəfə kambi qatı hüceyrələri bölünür. Yeni bir halqa, yeni bir qat əmələ gəlir və bu qatın sayəsində bitkinin yaşını təyin etmək mümkündür. Yəni, kambi qatı bölünərək bir dəfə oduncaq halqalarına gətirir, bir dəfə qabıqlanma gətirir. O həmin halqalar, yəni ildə bir dəfə bölündüyünə görə bunun yaşını təyin etmək mümkündür. Məsələn, halqaların sayı 10 dənədirsə, demək halqanın yaşı 10-dur. 15 dənədirsə 10-dur və s. 10-dur, 15-dir və s. Sonra, üçüncü sual, ağacıq hüceyrələrinin hansı quruluş xüsusiyyətləri onların öz funksiyasını yerinə yetirməyə imkan verir? Ağacıq hüceyrələri, ağacıq yarğı hüceyrələri deyilir bunlara. Ağacıq yarğı hüceyrələri
paxla formalı olduğu üçün bunlar qapanıb açıla bilir. Qapanıb açıldığına görə də suyun buxarlanmasını və qaz mübadiləsini təmin edir. Sizcə parenxim bitki tox orqanizminin əsas toxuma edən əsas xüsusiyyətdir. Bəli, əsas toxum edən əsas xüsusiyyət ondan ibarətdir ki, bunlar daim canlı qalırlar. Bunlar daim də bəzən bölünə bilirlər. Hüceyrə arası hüceyrələrlə əlaqəni təmin edirlər. Ona görə də canlı hesab etmək olar. Ona görə də parenxim toxumanı əsas toxumanın bir növü kimi hesab etmək olar. Bu qədər. Növbəti dərslərimizdə, növbəti videolarımızda görüşənə qədər sağ olun. Kanala abunə olmağı, rəy bölməsinə fikirlərinizi yazmağı unutmayın. Sağ olun.